Bakıda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Ümumdünya Şəhərsalma Forumunun nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin yerlərdə bunu bildirən 5.9, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir. Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti, Aeroport şosesi, Abbasqulu Ağa, Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikail Əliyev və Mikail Müşfiq küçələrini əhatə edir. Qanunvericiliyə əsasən bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək. Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcək deyə aynanın məlumatında bildirilir.